Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Xırdalan şəhərində 4 otaq ümumi sahəsi, daxili sahəsi 115 kvadratdan ibarət 4 otaqlı əla təmirli bir mənzil çəkib sizə təqdim edirik. Tam yaşayışlı, qazlı və liftli binada yerləşir. Otaqların genişliyi super. Proyekt super, kvadrat əla. Qiymət super bir qiymətdir. Qiyməti videonun sonunda qeyd edəcəm. Öncədən qeyd edim, mənzil kreditlə satılmır, nağd formada satılır. Videonu sonacan izləyin. Videoda ev haqqında bütün məlumat qeyd olunacaq. Mənzilimizin əsas seyf qapısıdır. Mənzilə daxil olduqda sağ tərəfdə sanitar qovşağımızdır. Qeyd edim ki, bu sanitar qovşağına əlavə olaraq bir yataq otağında da əlavə bir sanitar qovşağımız var. Bahalı kafe metlaqlardan istifadə olub. Bütün istifadə olunan materiallar hər biri bahalı detallardır. Belə bir cüzgüdən istifadə olunub. Burada mənzilimizin bir yataq otağıdır. Bu yataq otağına məxsus ayrıca bir burada sanuzel var. 115 kvadratdır. Burada 115 kvadrat mənzilin ümumi iç sahəsindən söhbət gedir. Çöldən çölə yox. İç sahəsi 115 kvadratdır. 4 otaqdır. 3 yataq otağı, 1 mətbəx, qonaq otağı, 2 sanuzeldən ibarətdir. Tam yaşayışlı, qazlı, liftli 15 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Bu hissələrdə döşəmə istipoldur. Burada mənzilimizin mətbəx hissəsidir. Yerləşmə ilə Xırdalan şəhəri Heydər Əliyev prospektinin tam kənarında. Kreditlə satılmır, nağd formada satılır. Mətbəx mebeli yeni yığılıb. Və burada da bizim 2 ayrı yataq otağımız. Bu bizim bir uşaq yataq otağı. Hamısının pəncərələri var. Qeyd edim ki, yataq otaqların hər birinin pəncərəsi var. Nə otaqlar içdən içə deyil, nə pəncərələrin qarşısı bağlı deyil. Bütün otaqların pəncərəsi var və bu yataq otağından hətta eyvana çıxış var. Foyesini görürsünüz, geniş bir foyesi var. Gördüyünüz bu mənzilin satış qiyməti 170 min manatdır. Evi real alıcı olarsa evə baxandan sonra normal bir qiymətdə də normal endirim olacaq. Əsas odur, real alıcı buyurub gəlib mənzilə baxsın, qiyməti endirimi qaydasında yerində. Əlavə sual olarsa aşağıda bizim əlaqə nömrəmiz var. Zəng edib məlumat ala bilərsiniz. Vaxt ayırıb izlədiyiniz üçün çox sağ olun.